yazması, sanki el yarası, bir almanın iki yarısı, kalbin derin yarası. Sonsuz mavi sema kimi, hamı onu azad bilir. Qəfəsdə azad göyərçin kimi, azadlığı sadəcə qəfəs bilir. Gözləyir gələcək qəhrəman, yazacaq əl yazısın. Olacaq onu qurtaran, vuracaq azadlıq damğası. Gəlir qəhrəman ağatı ilə, qurtaracaq gözəli qəhrəmanlığı ilə. Gözəl azad olacaq ağatlı şəhzadəsi ilə, həyatı gözəl olacaq şəhzadəsi ilə. Azadlığı gözləyir gözəl qalada, qəhrəman savaşır əjdaha ilə. Düz durub cəsurcasına qabaqda, savaşır əsil qorxu ilə. Gözəlin dəyişir nağıldakı yazısı, nağıl dəyişir saat 12'nin yarısı. Qəhrəman savaşır, məhv edir düşmanı, azad olmalıdır gözəlin qalası. Əjdaha püskürür alovun, gözəli qoruyub savunur. Tükənib gücü artıq yorulur, alovdan çətinliklə qorunur. Ya qalib olacaq, ya olacaq bu sonu. Onun üçün son çarədir azadlıq yolu. Döyüşür sonuna qədər cəsurcasına, amma yorulub yaralı qolu. Döyüş cəsur döyüşçü, yıx düşməni, əjdahanı öldür, qurtar gözəli. Sənə güvənir gözəlin, qurtar bu cahatlətdən sevgini. Qəhrəman baxar nağıla, nə olsun ki savaşda yorula. Qalib gələcək düşmənə, çatacaq nağılın sonuna. Savaş qəhrəman gözəl gözləyir, qalanın başında həsrətlə səni izləyir. Dalğalanıbdı küləkdə qıvırcıq saçları, döyüşçü gözəli görüb qalaya dırmandı. Kəskin qılıncı ilə əjdahanı öldürdü, gözəlin gözləri sevinclə gülürdü. Qəhrəmanın onu qurtaracağını bilirdi, bu onun əsirliyinin son günü idi. Oldu 12 tamam, qovuşdu qəhrəmana. Gözlər baxdı, qəlblər bağlandı, sevgi odu bərk oldu, alovlandı. Nağıl bitdi, çatdıq sonuna. Qəhrəman çatdı gözələ qanlı qılıncı ilə, qəlbini qazandı gözəlin şücaəti ilə. Öldürdü əjdahanı gücü ilə, qalib oldu sevginin gücü ilə.